Rusiyanın aparıcı avtomobil istehsalçılarından biri olan Avtovaz istehsalı tamamilə dayandırmaq barədə rəsmi qərar qəbul edib. Yanavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkətin bu addımı 2026-cı ilin əvvəlində Lada markalı avtomobillərin satışlarının tarixi minimuma düşməsi fonunda atılıb. Rəsmi məlumatlara görə ölkə üzrə aylıq satışlar cəmi 15 min ədəd təşkil edib ki, bu da son 20 ilin ən aşağı göstəricisi sayılır. Şirkət rəhbərliyi istehsal xətlərinin bağlanmasının əsas səbəbi kimi elektron komponentlərin 90% çatışmazlığını göstərib. Bildirilir ki, mövcud şəraitdə avtomobil istehsalını davam etdirmək faktiki olaraq mümkün deyil. Rusiya İqtisadiyyat Naziri isə açıqlamasında zavodların bağlanmasını genişmiqyaslı modernləşdirmə planı ilə əlaqələndirib. Lakin bu planın detalları ictimaiyyətə açıqlanmayıb. Mövcud vəziyyət əmək bazarına da ciddi təsir göstərib. Zavodlarda çalışan işçilərin təxminən 40%-i məzuniyyətə göndərilib. Ümumilikdə Rusiya avtomobil sənayesinin cari rübdə itkilərinin 500 milyon dolları keçdiyi bildirilir. Ekspertlər qeyd edir ki, dövlət subsidiyaları olmadan sektorda fəaliyyət göstərən şirkətlərin əksəriyyəti fəaliyyətini dərhal dayandıra bilər. Mütəxəssislər vəziyyətin əsas səbəblərindən biri kimi xarici sanksiyaları göstərir. Onların fikrincə bu şəraitdə yeni modellərin sertifikatlaşdırılması və istehsalı faktiki olaraq mümkünsüzdür. Eyni zamanda istehlakçı davranışında da ciddi dəyişiklik müşahidə olunur. Alıcılar yerli avtomobillərə əvəzinə Çin istehsalı olan modellərə üstünlük verirlər. Nəticədə Çin brendlərinin bazardakı payı artıq 80%-ə çatıb.